6 nömrəli sualda burada istilik effekti də var sualın içərisində. Buna necə yanaşırsınız? Sizə sualda deyir ki, diqqətlə qulaq asın. 12 qram maddə yanıb və yanması zamanı bu qədər istilik ayrılıb. Tənasüb qururam. 12 qrama nə qədər ayrılıb? 148.8. Uşaqlar, yanma istiliyi maddənin neçə moluna görə tapılır? Siz bilirsiniz, yanma istiliyi neçə mola? Biz istilik 1 moluna görə. 1 mola görə. Yazıram 372 olsa, 1 mola uyğun da burada kütlə verir. Mən də 1 mola uyğun kütləni yazdım. Söhbət CnH2 plus 2-dən gedirsə onun kütləsi nə qədərdir? 14-dən plus 2. Hazır. Riyaziyyatdan siz tənasübdən bunu həll edin, eni tapın. Məncə bu rəqəmlər ixtisar gedər. Onu həll edin, amma düz tapın. Eni tapın oradan. Eni tapın, mənə deyin. En 2 eləyir orada. Ola bilər, riyaziyyatda. En elədi 2. En 2 elədisə, söhbət C2H6-dan gedir. Bizdən də CH rabitəsi. CH bilirsiniz, demişdim, CH nəyin sayı idi? Hidrogenlərin. Hidrogenlərin sayı. Əgər CC desəydi, bəli, CC desəydi karbondan 1 çıxacaq. -1 qədər.